Bugün danışacağımız mövzu yerin öz oxu ətrafında hərəkətidir. Yer öz oxu ətrafında hərəkəti nəticəsində sutka gecə və gündüz yaranır, Coriolis qüvvəsi və bunun təsir nəticəsində cərəyanlar yaranır, kölgənin uzunluğu dəyişilir, sutkalıq küləklər, fiziki aşınma, qabarma çəkilmə yaranır. Yer öz oxu ətrafında fırlanması hərəkəti nəticəsində sutka yaranır və bu sutka 24 saat, yəni tam dəqiq 23 saat, 56 dəqiqə və 4 saniyəyə başa vurur. Belə ki, yer kürə formasındadır. Əgər biz 360-ı 24-ə böldükdə, yəni 24 saata böldükdə 15 alırıq. Bu o deməkdir ki, yer kürəsi öz oxu ətrafında 1 saata 15 dərəcə dövr eləyir. 1 saat 60 dəqiqədir. Yəni 60 dəqiqəyə 15 dərəcə dövr edirsə, bu zaman 1 dərəcəni neçə dəqiqə dövr eləyər? Bu zaman 60-ı 15-ə bölürük, cavab eləyir 4. Deməli, yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə dövr eləmiş olur. Yer kürəsi öz oxu ətrafında qərbdən şərqə doğru hərəkət eləyir. Bu səbəbdən də günəş şüaları birinci şərqdən çıxır və qərbdən batır. Yəni, günəş şərqdən çıxır, qərbdən batır. Birinci ilk olaraq şərq işıqlanır, daha sonra isə qərb tərəf işıqlanır. Coğrafi uzunluğu eyni olan bütün məntəqələrdə vaxt eynidir və biz buna yerli vaxt deyirik. Hər hansı bir məntəqədə ondan şərqdə yerləşən məntəqədən vaxt geri, ondan qərbdə yerləşən məntəqədə isə vaxt irəli olur. Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində dövr etdiyi üçün bu səbəbdən də hər bir meridian 15 dərəcədən 1 çəkilir. Yəni, bizdə 24 saat qurşağı ayrılır. Qurşaq vaxtı dedikdə, mərkəzdən keçən orta meridiyana əsasən hesablanır və bu qurşaq vaxtı adlanır. Beynəlxalq sazişə əsasən Greenwich meridiyanı başlanğıc meridiyan, 0-cı meridiyan adlanır. Böyük Britaniyada, Londonda Greenwich rəsədxanasından keçirilir. Bu 24 saat qurşağından 0, 0-cı, 12-ci və bir də 24-cü saat qurşaqları 4 yarımkürədə yerləşir. Yəni, şərq, qərb, şimal, cənub yarımkürələrində yerləşir. Onsuz da bütün meridianlar şimal və cənub yarımkürəsində yerləşir, bütün meridianlar. Sadəcə biz meridianları şərq-qərb olaraq ayırırıq. 0, 12, 24-cü saat qurşaqları həm şərq, həm də qərb yarımkürəsinə düşür. 1-ci meridianla 11-ci meridiyanda daxil olmaqla bunlar hamısı şərq yarımkürəsində yerləşir. 13-cü meridianla 23-cü meridiyanda daxil olmaqla bu aralıqdakı bütün hamısı isə qərb yarımkürəsində yerləşəcək. Saat qurşağını tapmaq üçün. Məsələn, birinci sualda deyir ki, 87 şərq uzunluğu hansı saat qurşağında yerləşir? 87-ni bölürük 15-ə, çünki 15 dərəcədən 1 çəkilir. 87-ni ilk əvvəl 15-ə bölürük. Burada birinci 5 alınır, 5-i 15-ə vuranda 75 alınır və 87-dən 75-i çıxdıqda cavab 12 alınır. Əgər bu cür böldükdə qalıq 7,5-dən böyük olarsa, bu zaman mütləq üstünə 1 gəlirik. 7,5-dən kiçik olarsa, olduğu kimi saxlayırıq. 7,5-i hardan alırıq? Bu 15-in yarısı 7,5 alınır. Ona görə 7,5-ə əsasən baxırıq. Deməli, 87 şərq uzunluğu 6-cı saat qurşağında yerləşir. Bunun eyni formasını qərbə əsasən də tapa bilərik. Məsələn, 87 qərb uzunluğunun saat qurşağını bizdən istəyir. Eyni forma ilə həll edirik. 87-ni bölürük 15-ə. 5 dəfə 15 75 eləyir. Çıxanda cavab eləyir 12. Yenə 12 7,5-dən böyük olduğu üçün üstünə 1 gəlirik 6. Amma bu dəfə artıq 87 qərb uzunluğunu istədiyi üçün 24-dən 6-nı çıxırıq. Bu da eləyir, yəni 18-ci saat qurşağında yerləşmiş olacaq məntəqə. 87 şərq uzunluğu 6, amma 87 qərb uzunluğu 18-ci saat qurşağında yerləşir. Ki, buradan da fikir versək, bunu bir də fərqli üsulla da həll eləmək olar. Qərb uzunluğundan söhbət gedir. Qərb uzunluğunu ikinci bir yolla necə həll eləmək olar? Məsələn, 87 qərb uzunluğu verilib. İkinci bir yol olaraq birincisi 360-dan 87-ni çıxırıq. Çünki yer kürə formasında olduğuna görə məntəqə qərb yarımkürəsində yerləşdiyi üçün 360-dan 87-ni çıxırıq. Bu 273 eləyəcək. Daha sonra biz 273-ü 15-ə bölürük.
270-i 15-ə böləndə bu təqribi 18 eləyəcək. Çünki birinci 1-i 15-ə bölür. Bir dəfə 15, 12, bu da 8 eləyir, 120 eləyir və qalıq 3 qalır. Qalıq 7/5-dən kiçik olduğu üçün olduğu kimi saxlayırıq. Yəni, söhbət 18-ci saat qurşağından gedir. Yəni, qərb uzunluğu olanda 15-ə bölüb 24-dən də çıxa bilərik və ya başdan 360-dan çıxıb birbaşa 15-ə bölə bilərik. İkinci sualda hansı məntəqənin fırlanma sürəti daha böyükdür? Ekvator daha enlidir, qütblərdə isə getdikcə ensizləşir. Ekvatorda 1 dərəcənin uzunluğu 111,3 olduğu halda 90 dərəcədə 0 kilometrdir. Yəni ekvatordan qütblərə doğru getdikcə həmin bu məsafə azaldığı üçün fırlanma sürəti də azalır. Ekvatorda yer daha sürətlə fırlanır. Ekvatordan qütblərə doğru getdikcə isə fırlanma sürəti azalır. Ümumiyyətlə 90 dərəcə hərəkətsiz nöqtələrdir, yəni orada fırlanmır. Bəzən isə saat qurşağı verilir, onun orta meridianı tapmağımızı istəyir. Məsələn, 3-cü saat qurşağı deyə bilər ki, 3-cü saat qurşağının orta meridianını təyin eləyin. Tam olaraq elədiyimizin əksidir. Bu zaman 3-ü vururuq 15-ə, bu eləyir 45. Yəni 45 dərəcə şərq uzunluğu 3-cü saat qurşağının orta meridianını təşkil edir. Və ya burada verib 15-ci saat qurşağını verə bilər ki, 15-ci saat qurşağının orta meridianını təyin eləyin. Yenə eyni formada birincisi 24-dən 15-i çıxırıq, bu eləyir 9. Bu dəfə 9-u 15-ə vururuq. Cavab 135 alınır. 135 qərb uzunluğunda yerləşir, yəni məntəqə. Və ya 15-i vura bilərdik. 15-ə vura bilərdik. Yəni eyni şərqdə olduğu kimi birinci vurardıq 15-ə, 225 alınırdı bu. 360-dan da 225-i çıxa bilərdik. Yenə 135 qərb uzunluğu alınacaq. Heç bir fərq yoxdur. Yəni ikisini də yazmaq olar. Yəni saat qurşağının orta meridianını bizdən istəsə 15-ə vururuq. Şərq yarımkürəsi olanda sadəcə 15-ə vururuq. Qərb yarımkürəsi olanda 15-ə birincisi 24-dən çıxıb 15-ə vururuq. Və ya ikinci üsul qərb yarımkürəsində birbaşa 15-ə vurub daha sonra 360-dan çıxa bilərik. Bir də saat qurşağının sərhədlərini təyin etmək bizdən tələb olunur. Məsələn, burada 8-ci saat qurşağı verilib. 8-ci saat qurşağı şərq yarımkürəsində olduğu üçün birbaşa 15-ə vururuq. Bu 120 eləyəcək. Yəni bu 120 şərq uzunluğunda yerləşir. Bunun sərhədini tapmaq üçün 15-in yarısı 7/5 olduğu üçün bir dəfə şərq tərəfə, bir dəfə də qərb tərəfə 7/5 dərəcə getmək lazımdır. Və bununla da biz sərhədini təyin edə bilərik. 120 şərq uzunluğundan şərqə gedəndə 7/5 dərəcə 127/5 dərəcə eləyir. 120 şərq uzunluğundan 7/5 qərbə getdikdə isə 112/5 eləyəcək. Yəni burada 8-ci saat qurşağının orta meridianı 120 şərq uzunluğu, bu saat qurşağının şərq sərhəddi 127/5, qərb sərhəddi isə 112/5 dərəcə olacaq. Bu 112/5 elə 7-ci saat qurşağının da sərhəddini təşkil edir və ya 127/5 isə 9-cu saat qurşağının sərhəddini təşkil edir. Yerli vaxtı isə necə təyin etmək olar? Məsələn, 12-ci şərq uzunluğu ilə 29 qərb uzunluğu arasında yerli vaxtı təyin etməyimizi bizdən istəyir. Yerli vaxt, yəni məntəqələr arasında nə qədər vaxt fərqinin olduğunu müəyyən edirik. Hər ikisi fərqli yarımkürədə olduğu üçün bir-birindən toplayırıq. Eyni yarımkürədə olsaydı çıxacaqdıq. Yəni 12 ilə ilk əvvəl 29-u toplayıb, birincisi dərəcəni alırıq, 40 dərəcə. Bu məntəqələr arasında 40 dərəcə fərq var. Bayaq dedik ki, yer kürəsi 1 dərəcəni 4 dəqiqə fırlanırsa, o zaman 40 dərəcəni neçə dəqiqə fırlanacaq? Yəni biz 40-ı vururuq 4-ə. Alacağımız cavab dəqiqədir. Yer kürəsi 160 dəqiqə, bunlar arasında 160 dəqiqə vaxt fərqi var. Əgər dəqiqə ilə istəsə 160 olduğu kimi saxlayırıq, saatla istəsə 1 saat 60 dəqiqə olduğu üçün bölürük 60-a, 2 dəfə 120 və 40. Bu o deməkdir ki, aralarında 2 saat 40 dəqiqə zaman fərqi var. Bunu digər versiya ilə saatı da bizdən istəyə bilər. Bakıda yerli vaxtla 14:00-dır. Bakı 50 şərq uzunluğunda yerləşir və saat 14-dür. Başlanğıc meridian 0 Qrinviçdən söhbət gedir. Saatı bizdən istəyir.
Belə ki, bunlar arasında 50 dərəcə fərq var. 50-ni ilk əvvəl 4-ə vururuq ki, aralarında neçə dəqiqə vaxt fərqi olduğunu tapmaq üçün. Bu eləyir 200. Və saat fərqini tapmaq üçün də 200-ü bölürük 60-a. 3 saat 20 dəqiqə aralarında fərq var. Bilirik ki, qərb daha geridə, şərq daha irəlidədir. Deməli, Greenwich bizdən daha geridədir. Ona görə də saat 14-dən, Bakıda olan 14-dən çıxırıq aralarındakı fərqi 3 saat 20 dəqiqəni. Bunu çıxmaq üçün necə çıxırıq? Bu 14-dən bir vahid alırıq, yəni 1 saat götürürük. 1 saat 60 dəqiqə olduğu üçün bu 00-ın yerinə 13 saat 60 dəqiqə yaza bilərik. 14:00-ın yerinə 13 saat 60 dəqiqə yaza bilərik. 60-dan 20-ni çıxanda 40, 13-dən də 3-ü çıxanda 10. Deməli, bu dəqiqə Greenwichdə saat 10:40-dır. Əgər Bakıdan hər hansı bir şərq məntəqəni bizdən istəsəydi, o zaman irəli üstünə gələcəkdik rəqəmi. 23-cü tip məsələdə isə Bakıda yerli vaxtla Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. Saat 19:35-dir. Bir məntəqədə orada 14:15-dir. 14:15 bizdən geridədir. Deməli, bu məntəqə bizdən qərbdə yerləşir. Hansısa bir enlikdir. Orada saat 14:15-dir. Birincisi, bunlar arasındakı saat fərqini təyin edirik. Neçə dəqiqə fərq olduğunu tapmaq olar. Məsələn, 19:35-dən 14:15-i çıxırıq. 35-dən 15-i çıxanda 20, 19-dan da 14-ü çıxanda 5 qalır. Aralarında 5 saat 20 dəqiqə vaxt fərqi var. Biz 5 saat 20 dəqiqəni dəqiqəyə çevirə bilərik. 5 saatı birinci dəqiqəyə çevirəndə 5-i vururuq 60-a. 5-i 60-a vuranda 300. Üstünə də dəqiqəni, 20 dəqiqəni gələrində aralarında 320 dəqiqə vaxt fərqi var. Bu 320 dəqiqəni saata çevirə, daha doğrusu dərəcəyə çevirə bilərik. Bunun üçün 4-ə bölürük. Yəni, bayaq elədiyimizin tam olaraq əksidir. Ya 4-ə vurub 60-a bölürük, ya da 60-a vurub 4-ə bölürük. Və 320-ni 4-ə böləndə 80 eləyəcək bu. Deməli, aralarında 80 dərəcə fərq var. Biz 50 dərəcə şərq uzunluğundan 80 dərəcə qərbə gedəndə məntəqə 30 qərb uzunluğunda yerləşmiş olur. Həqiqətən də 30 qərblə 50 şərq uzunluğu arasında 80 dərəcə fərq var. Bəzən isə 53 tipli məsələlər verilir. Hər hansı bir paralelin orta fırlanma sürəti istənilir. Orta fırlanma sürəti, yəni bir saata nə qədər məsafə qət elədiyidir. Ki, biz bilirik ki, yer kürəsi bir saata 15 dərəcə məsafə qət eləyir. Hər zaman 1 dərəcəlik paralelin ölçüsü neçədirsə, həmin o ölçünü vururuq 15-ə. Məsələn, burada 20 dərəcəlik paralel istəyir. 20 dərəcəliyin paralelin ölçüsü 104,6-dır. Biz 104,6-nı 15-ə vuraraq orta fırlanma sürətini, yəni 1 saatda neçə kilometr məsafə qət elədiyini yazırıq. Əslində bunu bu formada yazılır. Yəni, ikinci bir yol olaraq belədir. 1 dərəcəlik paralel yenə nədirsə, onun ölçüsünü vururuq 360-a, bölürük 24-ə. Bu iki solun ikisi də doğrudur. Onsuz da 360-ı 24-ə böləndə 15 alınır. Yəni, birinci solla da getmək olar, ikinci solla da. Fərqi yoxdur. 1 dərəcəlik paraleli mütləq şəkildə 15-ə vurmaqla onun orta fırlanma sürətini təyin etmiş oluruq. 58-də isə günəşin eyni anda səmada vəziyyəti göstərilib bir məntəqə üçün. Və deyir ki, bu məntəqələrdə hansı daha şərqdə yerləşir? Məsələn, A məntəqəsində günəş tam olaraq təpədədir. Bu deməkdir ki, bu məntəqədə bu dəqiqə saat 12-dir. A məntəqəsində saat 12-dir. B məntəqəsində günəş artıq batmaq üzrədir. Çünki günəş şərqdən çıxır, qərbdən batır. Burada şərq-qərb məntəqələrin yarımkürələrini göstərmir. Sadəcə günəşin çıxması və batmasını bizə göstərir. Saat təqribi 18 götürə bilərik ki, günəş batmaq üzrədir. C məntəqəsində saat 12-yə yaxınlaşır. Məsələn, saat 9 götürülə bilər. Hələ tezdəndir. D məntəqəsində 12-dən biraz keçib, ola bilər ki, saat 14 olsun. Və digər məntəqə, Y məntəqəsində isə günəş hələ təzə çıxır. Saat məsələn 6-dır. Bu deyir ki, hansı daha şərqdə yerləşir? Vaxt olaraq irəlidə olan daha şərqdə yerləşir. Söhbət B məntəqəsindən gedir. Çünki artıq orada günəş batmaq üzrədir. Digərlərində ya təpədədir, saat 12-dir, ya günəş hələ təzə çıxıb, saat 14, 9 və ya saat 6-dır. Amma B məntəqəsində günəş batmaq üzrədir. Ona görə də B ən irəlidə olan
B-dir. Ən geridə olan isə Y variantında olan elə Y-dir. Yerli vaxtlar qurşaq vaxt necə tapılmalıdır? Məsələn, Bakı şəhərinin yerli və qurşaq vaxtı arasındakı fərqi bizdən istəyir. Bakı şəhəri 50 dərəcə şərq uzunluğunda yerləşir. Birincisi, Bakının hansı saat qurşağında yerləşdiyini təyin etməliyik. Bunun üçün 50-ni biz bölürük 15-ə. 3 dəfə eləyir. Bu 45, qalıq 5 qalır. 7,5-dən kiçik olduğu üçün olduğu kimi qalır. Yəni Bakı 3-cü saat qurşağında yerləşir. Və təyin eləyək ki, 3-cü saat qurşağının orta meridianı neçədir? Bunun üçün 3-ü vuruq 15-ə, eləyir 45. Deməli, 3-cü saat qurşağının orta meridianı 45 dərəcə şərq uzunluğudur. Bu zaman qurşaq və yerli vaxtı bizdən istəyirsə, orta meridianla məntəqənin enliyi arasındakı fərqi təyin eləyir. Arada 5 dərəcə var. Yenə 5-i 4-ə vurmaqla zamanı təyin eləmək olar. Aralarında 20 dəqiqə vaxt fərqi var. Əgər verilən rəqəm, yəni hər hansı bir məntəqənin meridianı, uzunluğu 15-ə tam bölünürsə, bu deməkdir ki, yerli vaxtlar qurşaq vaxtı üst-üstə düşür. Onlar arasında fərq yoxdur. Əgər 15-ə tam bölünürsə, məsələn 0 dərəcə, 15 şərq uzunluğu, 45 şərq və ya qərb uzunluğu, 60 dərəcə, 90 dərəcə, 15-ə tam bölünən bütün ərazilərdə yerli və qurşaq vaxtı arasında fərq yoxdur, 0-a bərabərdir, yerli və qurşaq vaxtı üst-üstə düşür. 162 bayaqkının tam olaraq əksidir. Orta fırlanma sürəti bu dəfə bizə verib, biz 1 dərəcəlik paralelin ölçüsünü təyin edə bilərik. Bu dəfə əksi həll olunur. Bayaq 15-ə vururduq, indi veriləni 15-ə bölməliyik. Bunu böləndə 85,4 alınır ki, bilirik ki, 85,4 40 dərəcəlik paralelin 1 dərəcəsinin ölçüsüdür. Deməli, söhbət 40 dərəcədən gedir. 66-cı sualda isə ekvator üzərində iki şəhər verib, aralarındakı yerli vaxt fərqi 3,2 saatdır. Birincisi, mən bu 3,2 saatı dəqiqə çevirə bilərəm. Yəni, 3,2-ni vururuq 60-a ki, neçə dəqiqə olduğunu təyin edirik. Burada 192 alınacaq. Aralarında yəni 192 dəqiqə vaxt fərqi var. Məsafəni tapmaq üçün, dərəcəni tapmaq üçün 192-ni 4-ə bölürük ki, aralarında neçə dərəcə vaxt fərqi var. Bu isə 48 alınacaq. Yəni aralarında 48 dərəcə fərq varsa, ekvator üzərində həqiqi məsafəni tapmaq üçün 48-i vururuq 111-ə və ya 111,10 isə bununla da həqiqi məsafəni təyin etmiş oluruq. 68 isə tamamilə yeni tip bir məsələdir. Burada deyir ki, 117 şərq uzunluğu 6 və 7-ci saat qurşaqlarının sərhədini təşkil edirsə, normalda sərhədini təşkil eləmir, sadəcə burada dəyişilib. Deməli, bu tip məsələlər necə həll olunur? Birincisi, 6 və 7-ci saat qurşağının normal haldakı sərhədini tapa bilərik. İlk əvvəl bunların orta meridianını tapaq. Birincisi, 6-nı 15-ə vuruq, orta meridianını təyin edirik. Bu eləyəcək 90. Eyni formada 7-ni də 15-ə vurub orta meridianını təyin edirik, 15-ə. Burada isə 105 alınacaq. Yəni biz burada 105 və eyni zamanda 90 şərq uzunluğunun sərhədini təyin eləməliyik ki, 105 ilə də 90 şərq uzunluğunun sərhədi 97,5 dərəcədir. Çünki həqiqətən də 97,5 onların eyni sərhədini, 90-ın şərq sərhəddidir, 105-in isə qərb sərhəddidir. Çünki 7,5 ilə həll edirik. Deməli, yer kürəsi 15 dərəcə dönəndə bunlar arasındakı sərhəd 97,5 dərəcəyə düşürsə, yer kürəsi neçə dərəcə dönməlidir ki, bunlar arasındakı sərhəd 117 şərq uzunluğuna düşsün. Biz 117-ni 15-ə vurub bölürük 97,5-ə. Buradan alacağımız cavab 18-dir. Bu deməkdir ki, normalda yer kürəsi 1 saata 15 dərəcə dönürdü. İndi 1 saata 18 dərəcə dönür. Və deyir ki, 37 qərb uzunluğu hansı saat qurşağında yerləşir? Normal halda həmişə biz 37 qərb uzunluğunu saat qurşağına tapmaq üçün 37-ni bölürdük 15-ə, çünki 1 saat 15 dərəcə dönür. Amma indi 18 dərəcə dönür. Deməli, 37-ni bölməliyik 18-ə. Bu 2 dəfə eləyəcək. 2 dəfə 18-in 36 eləyir. Deməli, buradan da qalıq 1 alınır. Biz əvvəllər deyirdik ki, qalıq 7,5-dən kiçik olarsa, çünki 7,5-i 15-i 2-yə bölməklə alırdıq. İndi isə 18-i 2-yə bölməklə alacağıq. 9. Deməli, bu dəfə 7,5 yox, 9-a əsasən baxırıq. Əgər qalıq
9-dan kiçik olarsa toxunmuruq, 9-dan böyük olarsa üstünə 1 gəlməliyik. Burada 9-dan kiçik olduğu üçün saxlayırıq 2. Amma qərb uzunluğu deyəndə deyirdik ki, 24-dən çıxmalıyıq. 24-ü necə almışdıq? 360-ı 15-ə bölməklə almışdıq. İndi isə 360-ı 18-ə bölməliyik. Cavab eləyir 20. Yəni hal-hazırda yer kürəsində 24 yox, 20 saat qurşağı var. 20-dən də 2-ni çıxanda bu 18-ci saat qurşağına düşmüş olacaq 37 qərb uzunluğu. 80-ci sualda isə deyir Bakıda günortadır. Günorta həmişə saat 12 ilə götürülür. Və deyir hansı meridyanda gecə yarısı. Gecə yarı isə saat 24-dür. Hər zaman günorta və gecə yarı əks meridyanlarda baş verir. Bakının meridyanı 50 şərq uzunluğudur. 50 şərq uzunluğunun əks meridyanı 130 qərb uzunluğudur. Çünki əks meridyanların cəmi 180 dərəcə olmalıdır. Həmişə əks meridyanların cəmi 180 dərəcə olmalıdır. 50 şərq uzunluğunun o zaman əksi 130 qərb uzunluğuna bərabərdir. Çünki günorta ilə gecə yarı arasında 12 saat fərq var və həqiqətən də əks meridyanlar arasında 12 saat fərq olacaq. Bu səbəbdən də harda günortadırsa, onun əks meridyanında gecə yarı olur.